Salam əziz dostlar. Keçən həftə traktor oyunlarında bir sıra olaylar yaşandı. Bunların bəzi hissəsi həmişə olduğu kimi rəsmi dairələrdə və media orqanlarında nə üzərində duruldu və nə haqlarında danışıldı. Bunların ən başlıcası və birincisi rasizm və ırqçılıq məsələsi idi. İkincisi isə ədəbsizlik və qadına qarşı sözlü şiddət idi. Bu növ hadisələrin keçmişi var. İndi də yaşanır və gələcəkdə də yaşana bilər. Buna əsasən inanırıq ki, biz Azərbaycan türkləri və İranda yaşayan türklər mərkəzçi mediadan ümidimizi kəsməliyik və hər kəs özü bir media olmalıdır. Öz məsələlərimizi özümüz tartışmalı və görünür hala gətirməliyik. Bu doğrultuda biz Azərbaycanın siyasi ictimai fəalları və elm adamlarını əlimiz çatdığı qədərilə dəvət edib fikirlərini, görüşlərini və məsələyə münasibətlərini sizə çatdırmağa çalışacağıq. Ümid edirik gələcəkdə aydınlarımız və elm adamlarımız öz fikirlərini paylaşmaq üçün Ətək Yazı və Azərbaycan Civic Nation ilə irtibata keçsinlər. Bugünkü qonağımız tarixçi Mürtəzə Hüseynidir. Mürtəzə bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirəm. Sizə soruşmaq istədiyim sual budur. İranda ırqçılıq necə gəlişib və bu ırqçılıq idman meydanlarında, vərziş meydanlarında türklərə qarşı necə özünü göstərir? Sayğılar. Çox təşəkkür edirəm bu fürsəti mənə verdiyin üçün. Təəssüflə İranda ırqçılıq məsələsi ya fars deyimi ilə nijadpərəstlik ya rasizm hələ də güclüdür. Bəlkə deyə bilərəm dünyanın təkcə ölkəsidir ki, hələ də ırqçılığa fəxr olunur. Yəni Avropanın özündə ırqçılığın ortaya çıxmaq coğrafiyası olan Avropanın özündə indi tamamen qınanır, amma İranda Arya soyuna, Arya ırğına bağlılıq və bu ırğa bağlı olmayanları, cümlədən türkləri və ərəbləri təhqir eləmək hələ də bir təəssüflə bir iftixar kimi sayılır. Yəni bu entelektüel qrupların içində, oxumuş qrupların içində də təəssüflə bu hələ də vardır. Bu əsas illətinin, yəni qalmasının əsas illəti. Bu günə kimi belə bir yanlış düşüncənin, yanlış inancın qalmasının səbəbi bizim dünyadan tamamen kəsilməmiz və izolə olmamızdır. Çünki İran izolə bir ölkə olduğu üçün dünya gedişatından dalı qalıbdır. İranlıların, yəni oxumuşların da çoxu bilirlər ki, dünyada bugün Aryan icadı deyə bir inanc yoxdur. Bu inancların yanlış olduğu ispat olubdur bütünlüklə və indi qınanır. Ona görə də təəssüflə hələ davam edir. Amma İranda necə ırqçılıq başlanır və yerləşir? Təbii ki, Avropadan yol tapıb ırqçılığın, yəni ortaya çıxma coğrafiyası Avropadır. Avropalılar Avropa coğrafiyasından eşiyə çıxdıqları zamandan bəri Afrika, Amerika və Asiya qarələrinə yol tapan zamanlardan bəri özlərini başqa insanlarla qarşı-qarşıya görürlər. Afrikalılarla, Amerikalıların yerli insanları olaraq qızıldəri deyirlər. Halbuki onlar özlərini heç zaman qızıldəri deməyiblər. Bəlkə bu Avropalıların bunlara dediyi sözdür. Ya Afrikalılara qərə demək və bu cür aşağılayıcı sözlərlə onları xətab eləmək və Asiyada da eyni durum. Bunlar çalışıblar, yəni Avropadan eşiyə çıxıb, bu üç qarəyə yol tapınca bir tərəfdən bunlara üstdən aşağılayıcı bir baxışla baxıblar. Sonra bunların arasında olan rəqabətlər bahis olub bunları çalışıblar. Yəni hər dövlət, hər qrup çalışıb bunları özünə bağlasın və o müstəmirələri bir növ yəni müstəmirə millətlər bunların hakimiyyətini mənimsəsinlər. Avropalı üstünlüğü ya ağdəri üstünlüğü aryanizm şəkildə. Ən tanınmış şəkli aryanizmdir. Bunun da özünün özel bir tarixi var. Aryanizm necə başlanır, necə bu süreci soğuşturur və
necə teorize olur. Uzun bir yəni söhbətdir. Ancaq ki, Aryanizm belə bir inanca çatır ki, Avropalılar özəl bir soydandırlar və hətta filsuflar da buna inanırlar. Kant, Voltaire belə bir fəlsəfəçi, belə bir filsuf şəxslərin Aryanizmə ya Avropalı üstünlüyünə inanması şayət bizə şaşırtıcı gələr. Amma bu tarixi bir gerçəkdir. Hətta bunlar da inanıblar. Ağdərilər ya Avropalılar o birisilərdən üstündülər. Və bu gəlir sonunda Aryanizm şeklində, Aryayı soyu ya Aryayı nicadı şeklində teorize olur. Daha çox Almanda, Fransızların, yəni Avropalıların hamısının bunda payları var. Özəlliklə məsələ Fransızdan Gobineau kimi şəxslər, amma daha çox Almanda bu teorize olur. Dilçilikdən yola çıxırlar. Hind-Avropa teorisi ortaya çıxır. Hind-Avropa teorisi öncə dilçilikdədir. Sanskrit dili ilə Avropa dillərinin ilgilərini axtarır. Amma sonunda bu gəlir soya və nicada, ırğa dönüşür yəni. Öncədən sadəcə dil və dilçilik söhbətidir. Amma bu necə olur? İstihallı olur. İstilahən istihalı olur və belə bir evrim yaşayır. Dilçilikdə söz konusu olan bir məsələ gəlir sonunda ırqda və ırqçılıqda bağlanır, qutarır. Bu Hind-Avropa teorisi bahis olur. Bir dənə Hind hovzəsi yəni düşünülsün, bir dənə Avropa hovzəsi, İran da bu Hind hovzəsində. Bəs belə bir süreçdə teorize olur. İran da Hind hovzəsində, Hind-Avropa yani kökən birliği var. Bu kökən birliği önce dediğim gibi dil sahəsinədir, sonra gəlir ırq sahəsinə. Yani buna inanılır. Orientalizm ya şərqşinası da İranda tarixi tamamen bunun əsasında yürüdür. Onun için İranda Hind və əvvəl dərəcədə Hind, ikinci dərəcədə Hind-Avropa mədəniyyətinə bağlı, onunla ilgili kimlik, dil, Fars dili tanınır. Fars dili tanınınca bu Aryayı soyu söz konusu olur. Belə bir düşüncə ortaya çıxır və bu tamamen təbliğ olur yani. Fars dillilər Aryandılar. Fars dillilər soy baxımından, ırq baxımından Aryandılar. Avropalılarla, Hindlilərlə, Avropalılarla bir kökəndəndiler. Bəs bu Fars dilli insanlar üstünlük hiss edirlər. Yani Avropalılar bu üstünlük hissini bir mərtəbəsindədirlər, ən üstünündədirlər. 2000-ci qatında bunlar var. Müstəmrə coğrafyalarda Aryanizmin göbəyinə bağlanan ırqlar, soylar. Bunlar hamısı yani elmi bir şey değiller. Bir sürü inanclardılar, bir sürü təsəvvürlərdiler əslində. Bu təsəvvürlər elə yerləşir, elmi gerçək kimi yerləşir. Fars dillilər Aryan soyundandılar, üstündülər. Sonra bunun iki yönü olur. Bir teorik yönü, bir pragmatisti ve siyasi yönü. Teorik yönünde tarih ve arkeolojide bunu yerleştirmeye çalışırlar. İran'ın tarih ve arkeoloji söylemi ve yazımı tamamen Aryanizm əsasında qabağa gedir. Pragmatisti sahədə də İranlılar, İranın siyasetçileri, entelektüelleri Rus ve İngiliz'den çok incidikleri için Almana ve Almanlılara sökənirlər. Bunu biz en yüksek seviyesini Birinci Dünya Savaşı'nda görürüz. Birinci Dünya Savaşı'nda demokratlar dövlət kururlar. Tehran'dan gedirlər Quma, İsfahana, sonra Kirmanşaha. Orada bir tane dövlət kururlar. Bu dövlət tamamen Almana bağlıdır ve Almanın puluyladır. Abdurrahman Fərəmərzi dergi çıkardır, dergi yayınlayır. Tamamen Aryanizmi ve Aryanizm ırkçılığını təbliğ edir.
Sonradakı çox məşhur Berlin oxulu ya farsçada həlqəyə Berlin deyirlər. Seyid Həsən Təğizadə kimi, Kazımzadə İranşəhər kimi, Rizazadə Şəfəq kimi təəssüflə çoxu da Azərbaycanlıdır. Bunlar Almanda bu Berlin oxulunu təşkil verirlər. 2 dənə də çox adlı dərgi yayınlayıblar 1916-dan 19-a qədər. Kahve dergisi 1922'den 1927'ye kadar da İranşəhər dergisi. Bu dergiler tamamen Aryanizmi təbliğ edirlər. Aryanizmi, İranlıların Aryan olduğunu, bu İranlıların Aryan olduğunu gəliblər İranda qeyri-farslara, yəni fars olmayan milliyyətlərə də bir cür impoz eləməyə çalışıblar. Məsələn, Türklərə deyiblər ki, Türk değiller, Azeridiler. Soy olarak Aryandılar, dilleri de sonradan çönüp Türk olubdur. Ya Ərəblərə de eyni sözü deyirlər. Ve indi de görürsünüz bu sözü deyirlər. Deyirlər ki, İranda Türkler Türk değiller, Türk dillidiler. Türk kökenlidiler ya Türk dillidiler. Türk kökenli əsl Türkləri deyirlər öz yani bölmələrində. Halbuki elmi yani görüşte, elmi düşüncede belə bir şey yoktur. Kim Türkçe danışır, kimin dili Türkçedir, Türktür. Ama bunlar belə deyirlər ki, İranda Türklər soy baxımından Aryandılar, sonradan Türkləşdilər. Ya Ərəblərə də eyni söz deyirlər. Bunlar Ərəb deyirlər, bəlkə Ərəb dillidirlər. Ona görə də eyni halda. Bunlar bizim bugünkü traktor olaylarına necə bağlanır? Yəni bu belə bağlanır. Bu belə bağlanır ki, bunlar necə dediyim kimi deyirlər ki, siz Azərisiz, Aryansız, soy olarak Aryansız, diliz de Azəriymiş, sonradan Türkçe olubdur. Ərəblərə də bu söz deyirlər. İndi hər bir Azərbaycanlı ya İranda hər bir Türk bunların bu teorisini qəbul eləsə, özünü Azəri bilsə İranlı sayılır. Ama özünü Azəri bilməsə, Türk bilsə, onda yani əskik soydan yani hesaplanır. Yani Azəri mən özümü Azəri qəbul eləsəm, Fars dilinin üstünlüğünü qəbul eləsəm, Türk dilini tamamen buraxmağa və farslaşmağa çalışsam, məni bir vətəndaş kimi qəbullanırlar. İranlısan. Ama orada da elə, gerçi orada da gene bir növ aşağılamaq, yani aşağılayıcı bir görüş var. Ama yine de onda İranlı ve Aryan hesaplılar bir o kadar çok təhqir ve baskı yapırlar. Ama Türk Türklüğüne ısrar edince ya Ərəb Ərəbliyinə ısrar edince bu tamamen ırkçılığa məruz kalır. Yani əskik soydan hesaplanır ve ırkçılığa məruz kalır. Traktorda da baş veren olay tamamen belədir. Çünkü orada Azerbaycanlılar traktorda sözleri budur. Yani traktorun bütün oyunlarında söz budur ki biz Türkük ve Türk kimliğimizi korumak isteyirik ve rəsmiyyətə tanıtdırmaq isteyirik. Ona görədir. Çünkü traktorun oyunları bir tane böyük bir umumi tribuna çevrilibdir. Türk ve Azerbaycanlı əsl kimliğini hem özü qəbullansın ve hem tespit etmeye çalışsın ve hem rəsmiyyətə tanıtdırmağa çalışsın. Buradan bir tribun kimi istifadə eləsin. Təbiidir ki, en şiddetli hamle de oradan olur. Biz görürüz ki orada tamamen ırkçı şüvarları verirler bizim aleyhimize, Azerbaycanlılar aleyhine, Türklerin aleyhine saldırırlar ve yani her zaman belədir. Irkçılığın dalında her zaman xuşunət var, her zaman saldırı var. Bunlar yani bu bir fürsətlər olur özünü görsə də. Biz her zaman gizli bir yani faşizmə məruz qalırıq. Gizli bir ırkçılığa, soyçuluğa məruz qalırıq İranda. Ama bu gözə görükmür. Danışgahda məsələn ayrı bir şəhərlərdə ama bunlar daha çok bireysel olur, görükmür. Ama bir tane böyük bir ictimai sahə olanda, ictimai meydan olanda orada da görükür. Şimdi bu traktor meselesi
həmin ictimai, həmin böyük miqyasda bir toplumsal bir sahədir, açılır və biz orada bu ırkçılığın fışqırmasını görürük. Nə qədər şiddətli, nə qədər aşağılayıcı və nə qədər iyrəncdir gerçəkdən. Əziz Murtəza bəy, çox təşəkkür edirəm fikirlərinizi bizlə paylaşdığınız üçün və dünyanın gedişatı da orada o doğrudadır və bütün dünya xalqları ırkçılıqla yorulmadan mübarizə aparırlar. Arzu edirik ki, Azərbaycanlılar da yorulmadan mübarizələrinə davam etsinlər. Vaxt ayırdığınız üçün çox təşəkkür edirəm. Mən də çox təşəkkür edirəm. İnşallah daha bu söhbətlər daha çoxalsın, bu fürsətlər və bəlkə bir normal bir vəziyyətə gələk bizdə. Çox sağ olun. Çox sağ olun.